Ağcabədinin bir çox sahələrdə məşhur insanları olmasına baxmayaraq, nədənsə başqa bölgələrdən olan insanlarla tanış olduqda onlardan eşitdiyimiz ilk cümlə bu olur. Hacıqaranın yerlisisən. Və bəzi insanlar bu obraza görə hətta Ağcabədlilərin hamısını xəsis hesab edirlər. Əlbəttə ki, söhbət Mirzə Fətəli Axundovun Sərgüzəşti Mərdi Xəsis komediyasının baş qəhrəmanı Hacıqaradan gedir. Xəsislik mövzusuna birazdan qayıdacağam. Mən hal-hazırda dayandığım ərazi haqqında danışmaq istəyirəm. Bildiyimiz kimi əsərdə hadisələrin müəyyən hissəsi məhz Hacıqaranın dükanında baş verir. Bəs o dükan harda idi? İndi bu haqda danışacağıq. Yaşlı nəslin bir çox nümayəndələri ilə etdiyimiz söhbətdən aydın olub ki, hazırda bizdən qarşı tərəfdə, hansı ki Qarabağ Muğam Mərkəzinin həyətidir, və Ağcabədlilər oranı daha çox bulvar kimi tanıyırlar. Həmin yerdə kolxoz bazarı var imiş və onlar söyləyirlər ki, oradan dayananda, o hissədən dayananda, burada mənim dayandığım sırada kiçik tikililər varmış ki, onlardan biri də Hacıqaranın dükanı idi. Əlbəttə ki, mən həmin yeri tam dəqiqliklə sizə göstərə bilmərəm, amma danışılanlardan, söhbətlərdən belə məlum olur ki, o dükan ya burada, ya buradan sağ tərəflərdə hardasa bir yerdə yerləşirmiş. Allah kəssin belə bazarı, belə alış-verişi. İt oğlu qədeh verənin əli qurğuşun imiş. 3 aydır qaladan alıb gətirmişəm. Hələ indiyənəcən bir top da satmamışım. Gül eləmə ağa, qadan alım deyim mi? Allah ağır gedər. Allah niyə ağır gedir axı ya? Niyə ağır gəlir? 500 manat pul vermişəm, qazancımdan faydasından əl çəkmişəm. Mayam dərmə gəlmir. Belə dərd olar. Bu şəksiz məmək, şəksiz bu dərd məni öldürəcək. Evin yıxılsın, balaların yetim qalsın, mənim pulumu yiyir. Ağlama ağa, gözümü yiyir, birisi də olur. Belə də dərd olar ay kişi. O ki qaldı Hacıqaranın xəsis olmasına, bu haqda çox geniş danışmayacağım. Çünki bir neçə il əvvəl əməkdaşlarımız bu haqda geniş bir veriliş hazırlamışdılar. Rayonumuzun tanınmış ziyalısı, sinəsi bilik xəzinəsi olan mərhum Hacı Məhəmmədlə bir müsahibə olmuşdu. Müsahibə zamanı həm Məhəmməd bəy, həm də Gündüz Sevindik bu haqda çox geniş, ətraflı danışmışdılar. Amma ümumilikdə Mirzə Fətəli Axundovla Hacıqaranın münasibətləri, həmçinin onun əsərdə niyə xəsis obrazında verilməsi haqqında həm həmin verilişə istinadən, həm də başqa mənbələrdən əldə etdiyim məlumata əsasən müəyyən bilgiləri sizinlə bölüşmək istəyirəm. Çoxumuzun xəsis tacir kimi tanıdığı məşhur ədəbi qəhrəman Hacıqara əslində dövrünün savadlı xeyriyyəçi və Ağcabədi bazarında böyük nüfuza malik real tarixi şəxsiyyəti olub. Deyilənlərə görə Hacıqaranın dövrünün tanınmış adamları ilə, həmçinin Mirzə Fətəli Axundovla yaxın münasibəti olub. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Araz çayı Rusiya və İran arasında rəsmi sərhədə çevrilir. Rusiya tərəfi sərhəddəki qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə bölgəyə xüsusi hərbi qüvvə yerləşdirir. Bu çərçivədə 1852-ci ildə polkovnik Meyerin tərcüməçisi kimi sərhəd zonasında xidmət edən Mirzə Fətəli Axundov Ağcabədinin tanınmış şəxsləri ilə də sıx əlaqələr qurur. Yazıcı burada savadlı bir tacir olan Hacıqara ilə yaxından tanış olur. İlkin dövrlərdə aralarında yaxşı münasibət və maddi dəstək bağları olsa da, sonradan bu iki şəxsin arası tamamilə pozulur. Həmin vaxt qaçaqmalçılıq mövzusunda yazan Axundov, Hacıqaranın qanunsuz parça ticarəti ilə məşğul olması ilə bağlı əlindəki real faktlardan istifadə edərək məşhur Sərgüzəşti Mərdi Xəsis komediyasını məhz bu sujet üzərində qurur. Bir gün həmin əsər işıq üzü görür. Mirzə Fətəli Axundova qarşı olan din xadimləri və qaçaqmalçılar bu barədə dərhal Hacıqaraya xəbər verirlər. Əsərlə tanış olan Hacıqaraya xüsusilə 100 manat zərərim var, bu dərd şəksiz məni öldürəcək ifadəsi dərindən təsir edir. Onun hissələrinə toxunan ikinci məqam isə ailəsini ac saxlaması ilə bağlı yazılanlar olur. Əsəri oxuduqdan sonra Mirzə Fətəli Axundovdan bərk inciyən Hacıqara artıq onun iştirak etdiyi məclislərdən uzaq durmağa başlayır.
Onların hər ikisi ilə çox yaxın olan şair Qasım bəy Zakir bu soyuqluqdan vaxtında xəbər tutur. O, küsülüləri barışdırmaq qərarına gəlir və istəyinə nail olur. Bəli, beləliklə Hacı Qara Qasım bəy Zakir vasitəsilə Mirzə Fətəli Axundova qonaqlıq verir. Həmin vaxt o samavarı kömürlə deyil, 100 manatlıq əskinaslarla qaynadır və təbii ki, bu da yazıçının təəccübünə səbəb olur. Həmin vaxt Hacı Qara bildirir ki, pul onun üçün önəmli deyil, ailəsinə yaxşı baxır və o xəsis deyil. Hazırda rayonumuzun mərkəz hissəsində bir çox mövzularda barelyeflər var ki, onlardan biri də gördüyünüz kimi indi danışdığımız səhnəni əks etdirir. Axundov əyləşib, Hacı Qara 100 manatlıq əskinasları samavara atır və əlbəttə ki, rayonumuza gələnlər bu səhnəni gördükdə həm o haqda məlumat əldə etmiş olurlar, həqiqəti bilmiş olurlar və bilirlər ki, Hacı Qara heç də xəsis olmayıb. Elə onun yerliləridir.